Salamlar, saygılar, xoş gördük, hörmətli həmvətənlərimiz deyim ki, verilişimiz İranla Amerikanın arasında olan danışıqların dondurulması ya daha doğrusu dayandırılıbdır və dayandırılmasından söhbət edəcək. Bir tərəfdən də Donald Trump ara sıra söhbətlərində deyildi ki, İranla anlaşma, müzakirə, danışıqlar gözəl dərəcədə, gözəl səviyyədə qabağa gedir. Amma ki, dünən yox, İsrail gündən söhbətlər 2 gün bundan qabaqdan söhbətlər fərqli olubdur. Marco Rubio, Amerikanın Xarici İşlər Nazırlığı bir ifadələr işlədib, söhbətlər eləyib konferanslarda ki, İran eləyə bilməz həm bir tərəfdən Yəməndə olan Husilər saldırsınlar, Amerikanın mənafeyinə məntəqədə bir tərəfdən də müzakirələr davamlı olsun, danışıqlar davamlı olsun, bir tərəfdən də Amerikanın bəzi ittifaqı ya təhlükəsizlik başında olan şəxs o da söhbətlərində deyibdi ki, İranla biz söhbətlərimiz necə olsa, amma bütün seçənəklər masa üstündədir, mizin üstündədir. Bir tərəfdən də Trump'ın özünün söhbətləri var idi ki, İran rejiminin neft satışı və neftdən hasil olan bütün maddələr, petroşimi bilməyən başqa nə mənə sadiratı vardı ki, qeyri-qanunidir bəzən. Qeyri-qanuni deyəndə, yəni qaçaq yollarla satılır və bir tədad şirkətlər onu transfer edirlər, pulun transfer edirlər və Amerika 500 min boş yəzən belə bir sadirat vardır. Təbiətən bunun çoxdur, yəni İran elə satışı günləri növdən hər nədir, əksəriyyətin bu qanuni yox, qaçaq yollarla çalışır satsın. Çinə sadir eləməyi filanı, bunlar hamısı qaçaq yollarlandır. Amma ki, Trump'ın da söhbətlərində var idi ki, İranın bütün neft və neftdən hasil olan bütün maddələrin bizcələ o şirkətlər ki, alver eləyirlər, bunları alırlar, bunlar təhrim olunsun. Bu göstərilir, bu pəncərə, yəni bu vəziyyət, bu durum bunu göstərir ki, o cür ki, 3-4 müzakirələr oldu, Omman, bir tərəfdə də Romda. Yenə də bu baş verəcəkdir, amma bunun dondurulması və təqiq halına gəlmək, ya təqiq də deyə bilirik, ya dayandırılıbdır bu danışıqlar. Bəllidir ki, Trump'ın o doştorunu ki, bir tərəfdən fişarla istədiklərini almaq lazımdır, bu istədikləri də əlavə olunubdur. Yəni, o istədikləri də keçmişdə fəqət növə zənginləşdirməsi ya uranyumun qənisasının tərsədi idi ki, bilməyəm, 3,5 ya 4,2 söhbəti idi filan, ya başqa yerlərdə bu zənginləşdirilsin, sonradan İrana gəlsin. Bunlardan qıraqda istəklər yuxarı olubdur. O yüzden ki, İran rejimi dinc oturmadı. Çünki İran əgər əli qolu bağlı olsaydı və bu işləri görməsəydi, məxsusən danışıqlar ərəfəsində Yəməndə görüyor Husilər həm Tel Avivə, həm başqa İsrailə saldırırlar. Bir tərəfdən də təhdidləri yenə də Amerikanın olan payqarları ya mənafeyi ya mənabeylə üstündə vardı. Və belə təhdid olduğu yerdə Husiləri bəllidir ki, Amerika onun da taktiklərində dəyişikliklər vardı. O yüzdendir ki, Muşəki və bu Fozədi, bilməyəm, Fozə, Muşək, Pəhbad, Dron və bunların hamısının bu yanacaqlarından tutun və bunların ordunun o məsafəsinin, gedişinin, onun uzunluğunu əskiltməkdə söhbət gedir, məhdudlaşdırmaqda gedir. İranın Muşəki bərnamələri, proqramları, onlar da ləhaz olubdur söhbətlərdə və təhdidlər görüyoruz ki, yuxarı olubdur, bir tərəfdən də müzakirələr dondurulubdur. O yüzden yeni bu bəhsləri danışacaq ki, bu müzakirələr hara gedir, nələr söhbət olunur. Amma ki, bir günləri üz istəyən vətənlərimiz, günləri bir özəl gündür. Azərbaycanın traktor futbol timi günləri Azərbaycanın başqa şəhərində, Qəzvində, Şəmsavərə Qəzvinlə top oynayacaqlar. Elə fikir eləyəmirlər, biz danışdığımız ləhsə 5 dəqiqə bundan qabaqdan başlayıb və çox maraqlı şüarlar orada səsləndirilir. Və maraqlısı budur ki, Qəzvinin futbol timinin azərkeşlərinin şüarları Azərbaycan var olsun, istənməyən kör olsundur və Qəzvində yaşayan Azərbaycanlılarımız və
Şəmsazər futbol timinin ki, traktorla yarışacaq və traktorla müsabiqə verəcək və rəqibidir bu traktor timi. Orada onların azərkeşləri və bizim yəni traktorun azərkeşləri ikisi birlikdə həmahəng şəkildə və çox belə gözəl birlikdə şüarlar səsləndirirlər. Dağlar başı dumandır, bura Azərbaycandır, bu Qəzvindən gələn səsdir. İndi siz bunu da artırmalıyam və altını çizməliyəm ki, bizim hörmətli və dəyərli igid, gənc cavanlarımız ki, zəhmət çəkirlər, liderlik eləyirlər və azərkeşlərin liderliği nöqtədar olurlar. İran rejimi Ərdəbildə dünəndən başlamışdı. 20 bizim həmvətənimizi Ərdəbildə tutuqlanmışdı. Traktor azərkeşlərindən və Kazım Səfabəxş bizim tanınmışdı futbol liderlərindəndir. Onu da görüyoruz ki, bir maşın gətiriblər, qəfəsin içində salıblar, oradan Qəzvində, yəni stadionun qabağında Qəzvin şəhrində, oradan onu da aparıblar. Yəni İran rejimi təsəvvür edin ki, siz nə qədər qorxusu vardı bu dalğadan ki, Azərbaycanda vardı və bu dalğadan da qıraqda bir istəkdir Azərbaycanlarda, Qəzvində yaşayan Azərbaycanlarımız, Qəzvin azərkeşləri, həm elə traktorçuları, həm də Şəmsi Ağar Qəzvin. Bunlar birlikdə bu şüarları səsləndirirlər, bu İran rejimi qızıqlandırır, incidir və çalışır ki, bütün əlində olan imkanlardan bəhrələnsin, bəhrə aparsın və sərqub etsin, təzyiq, fişar və əlindən gələni eləyir ki, Azərbaycana bitişik torpaqlarında bu həmiyyət ki, yaranıbdır, traktorun öz futbol timi bir tərəfdən orada yaranan o gözəl həmasəli günlər və o stadionları doldurub, siyasi bəzən mədəni, sivil şüarlar səsləndirilmək bizim millətimizin gəncliyinin tərəfindən İran rejimini çıldırdıqdır və dəli halına gətiribdir ki, başlayıbdır ki, futbol azərkeşlərin belə bu başlayıb itilat, Ərdəbil aparıqları və sorğu alı və bəzən də Kazım Səfabəxş kimi bizim əzizimizi tutuqluya aparır və belə bir işlərlə məşğuldur. O yüzden mən belə bir bugünkü müsabiqəndə haqqında, indi bilmirəm nəticə necədir, amma bugünkü verilişimizdə üst-üstə ki, bu müsabiqə ilə və yarışla. Xoş gördük Cavad bəy, xoş gördük Mehdi bəy. Cavad bəy, buyurun, eşidək sizdən. Həm müsabiqənin, istərsiniz müsabiqə haqqında da söhbət edeyim, həm də ki, bu müzakirələr haqqında mən bir tədad məsələlərdə toxundum. Əlbəttə ki, bunun həm haşiyələri uzundur, çoxdur, Elya Billoqların çevrəsində nələr baş verir bu məsələni və İran rejiminin ağır durumda olduğu məsələni işarə edir və həm də Amerika necə bu o cür çox hər şey güldür, bülbüldür, Gülüstandır, Trump'ın söhbətlərində var idi. Birdən 2 gündə görüyoruz ki, bütün mövzələr dəyişibdir, yəni mövqelər dəyişibdir, danışıqlarda fərqli danışıqlar görüyor. Həm nizami qüvvələrindən İranın, Amerikanın, həm prezidentinin, həm də bir tərəfdən də Xarici İşlər Nazirliyi Rubio'da görüyoruz ki, İrana əmələn və ələnən deyil ki, yerində oturması bu müzakirələr dondurulub, heç dayandırılıb, heç bir tərəfdən də biz bütün qozinələr və bütün seçənəklər və masa başındadır. Buyurun, eşidək sizdən Mehdi bəydən də eşidərik. Buyurun. Çox sağ olun, məhəbbət Mehdi bəy salamlayıram. Buradan Qınaz TV-nin izləyicilərini də salamlayıram. Umud edirəm ki, traktorun qəhrəmanlığı üçün, şampiyonluğu üçün 4 imtiyaza ehtiyacı vardır. Bilirsiniz, 3 oyun qalıb. Bu 3 oyunu birini uduq, birini bərabərə qaldıqdan sonra artıq bu qədər, bu neçə illər boyu təzyiqə məruz qalan İran Şəhri Federasyon, Futbol Federasyonunun təzyiqlərinə məruz qalan traktor belə görünür ki, bu seri daha qəhrəmanlığı tam gücü ilə əldə edəcəkdir. Mən baxırdım məsələ rəqəmlərə, inanın deyirlər ki, traktor bu dönə qəhrəman olursa, düşünün 30 dənə bildiyim qədər oyun oynayır. Bir tim ta qəhrəman ola bu gün İran futbol liqasında. 30 oyunun içində traktora bu günə qədər heç bir penaltı belə tutmayıbdır, heç bir davər, bir dənə penaltı belə traktorun nəfinə belə tutmayıb. Traktor dünyada bəlkə ki, ilk şampiyon tim olacaqdı, taxım olacaqdı ki, penaltısız bu qəhrəmanlığı əldə edir.
və nə qədər də Azərbaycan milləti bunu hak edibdir, bunu hər kəs daha yaxşı bilir. Millətimiz sevinç içindədir. Bugün bilirik bizim ki, Azərbaycan timlərinin arasındadır. Qədimdən də şüar vardı, Azərbaycan timləri deyərlər, fərq eləməz rəhləri. Şəms Azər də Azərbaycanın timidir, Traktor da Azərbaycanın timidir. Ancaq Traktor bugün qəhrəmanlıq üçün yarışır və umud edirik ki, Traktor daha başarılı olsun. Uduzmaq da bu timlərimizin arasında bizim üçün heç bir fərqi yoxdur. Və bugün bu səhnələrlə biz şahid olduq. Mən proqrama qatılmadan öncə baxırdım, izləyirdim. Gerçəkdən Sərdar stadını Qəzvində, Azərbaycanın yenilməz qalası Qəzvin, bilirsiniz, Qəzvin Azərbaycanın o şəhərlərindəndir ki, illər boyudur İran şəhri rejim həm Pəhləvi, həm Cumhuri İslami ikisi də bunu assimilasyon və elinasyon siyasətləri ilə orada bir əritmə siyasəti önə sürdürürlər. Bugün millətimiz özəlliklə Qəzvində olan hissəsi, Türk millətinin Qəzvində olan hissəsi bunu göstərdi ki, İran rejimi nə edəcəksə etsin, millətimiz, Qəzvinlilər Azərbaycanlı olduqlarını unutmayıblar, Türk olduqlarını unutmayıblar və hər zaman öz kimlikləri uğrunda, öz vətənləri Azərbaycan uğrunda bu mübarizəyə, bu savaşa, bu dirənişə davam edəcəklər. Qəzvin hər zaman bunu başarıbdır və mən belə düşünürəm ki, bundan sonra da başaracaqdır. İran rejimi yenə bu oyundan öncə yenə təfrəqələr salmağa çalışdı. Düşünün, Qəzvin Şəms Azərlə Traktor oyunundan öncə inanın, baxın, xəli silah eləyib, ələnən silahları Traktorun əlindən tutub alıbdır. Traktorun ən gözəl oyuncularından bildiyim qədər kapitanı olan Şucanı məhrum elətdiriblər, bu oyuna gəlib çata bilməyib, timin sərpərəsti deyirlər, Xudadadır, yenə onu da məhrum eləyiblər, oyunda deyil, yəni orada koç eləyə bilməyəcəkdir, yönətə bilməyəcəkdir, timi bu haşiyələri yönətən bir kişini artıq məhrum eləyiblər bu oyunda və İskoçic timin mürəbbisi də yenə o deyərlər, timi yönətə bilməyəcəkdir. Yəni, timi hər cürə Traktorun başına hər bir oyun, hər bir fırıldaq gətirirlər ki, bu Traktor qəhrəmanlığı əldə edə bilməsin. Bilirsiniz, keçən həftə əslində Fuladla Əl-Əhvazda oynayırdılar. Maç çox gözəl gedirdi. Yenə baxın, hər şey Traktorun, dünya rekordları Traktorun üstündə qırılmaqdadırlar. Mən onu görürəm. 30 dəqiqəyə yaxın izafə vaxtlər tutuldu. Yəni, arada itlaf olunan, tələf olunan vaxtlər var idi. Məsələ, çox gözəl VAR sistemi gətiriblər illərdən sonra İranın Futbol Federasyonu. Ancaq bu VAR hər zaman hər kəsə çalışar. Traktorun oyunlarında Traktorun nəfinə çalışmaz. Məsələ, Traktora o yerdə ki, penaltı tutulacaqdı, VAR yarım saat qət oldu. Nədənsiz qət oldu. Heç kəs bunu aça bilmədi. Davər gəldi, fışqasını çaldı, oyuna başlatdı. Həmən ondan sonra başladı yenə VAR çalışmağa. Ardıca yenə rəqib timə həmən VAR-ın izləməsi ilə bir penaltı tutdular. Yəni, nə edirlərsə etsinlər, millətimizin gücü ilə, himayəti ilə, Traktorun oyuncularının və yönəticilərin və koçun, mürəbbinin yönətdiyi ilə tim çoxlu şeyləri başarıb, bu qədər təzyiqləri eləyə bilib geridə buraxsın. Umud edirəm ki, nə edəcəklərsə etsinlər, artıq bu gündən sonra, bu zəfərdən sonra Traktorun bir imtiyaz fasiləsi qalacaqdır. Qəhrəmanlıq üçün o bir imtiyaz da bundan ötürdür ki, artıq Sipahan ki, ikinci tim olaraq bunu təqib eləyib, o tim eləyə bilər bütün oyunlarını uda ki, o da yenə çox zor bir işdir və bilirəm ki, o da başara bilməyəcəkdir. Nə etdilərsə, bunu başara bilmədilər. Keçən həftə Fulad oyunundan sonra Azərbaycan şəhərlərində necə milli bir sevinclə qarşılaşdıq, necə xiyabanlarda insanlarımız, gəncliyimiz, yaşlımız, qızlı, oğlanlı xiyabanlardaydılar və milli sloqanlarla, milli mahnılarla şənlik etdilər.
bunu çəkə bilməyən düşünün, bunu çəkə bilməyən İran rejimi nə etdi? İran rejimi bu həftə Azərbaycanın şəhərlərində, məsələn, Xoyda keçən həftə olmuşdu, bildiyim qədər Qoşaçayda da xiyabanların birində gətirib, onlar da xüsusi sponsorlar tərəfindən, yəni dövlət gətirib bunları qoymur oraya, ekranlar qoyulmuşdu və millətimiz eləyə bilirdi, soydaşlarımız eləyə bilirdilər. Bəzi şəhərlərdə qısıtlı olaraq da yığışalar, toplu olaraq stada gedə bilməsələr də o birlikdə izləyələr, o sevinci birlikdə yaşayalar traktorun zəfərini. Onu belə qaldıra bilmədi, onu belə çəkə bilmədi bu rejim. Bu türk düşmanı olan, bu qəddar İran rejimi onu belə çəkə bilmədi. Dünəndən bəri başladı, bütün hər yerə, bütün əmniyyəti orqanlara dəstur verdi və o televizyonlar, o toplu izləmələr bütün Azərbaycanın şəhərlərində yasaq edildi. Deməli ki, Azərbaycanlının şənliyi belə, Azərbaycanlının sevinci belə bunun gözünə batmaqdadır. Ancaq nə edəcəksə etsin, başaracaq. İran gəlsin, indi bu diplomasi ilə, bu siyasətlə uğraşmaya deyərlər, görək nə edəcəkdir. Bilirsiniz, keçən həftə artıq İranla Amerikanın görüşlərində, heyətlərinin görüşündə Ummandakı görüş idi. Elə o görüşün eyni saatlarında bunlar nə qədər də gizlətsəydilər ki, biz bu təslihat konusunda, nüvə silahları konusunda, muşak konusunda uymağa, yəni barışçıl bir addım atmağa çalışırıq. Biz baxırıq görürük ki, elə onun aynı zamanında bunların yalanları elə bir vəziyyətdə üzə çıxdı ki, Bəndər Əbbas şəhərinin Bəndər-i Rəcai, yanılmıramsa, Bəndər Rəcai ki, ən böyük İranın tranziti bəndərlərindən birisi sayılır, orada bir patlama baş verdi. Patlamanın nədəni artıq bugün nə qədər gizlətsələr də, nə bilim, toyuq ayağı göstərsələr də, filan behmanları gətirib göstərsələr də, hamı bilir ki, onlar Çindən İranın varid etdiyi, yəni daxil etdiyi ölkəyə muşəhlər üçün yanacaqlar idi. O yanacaqlar ki, gələcəkdi, o muşəhlərdə yerləşiləcəkdi və bölgəni rahatsızlığa sürüklədəcəkdi. Necə ki, bu günə qədər də yarımyalamaq bir vəziyyətdə bunu edibdir proksi qüvvələri ilə. Ancaq bunların hamısı od tutdu. Bunlar od tutmaqla birgə patladı və nə qədər yazıq insan orada canını əldən etdi. Nə qədər, hətta mən baxırdım onların içində Azərbaycanlı belə şoferlər var idi, tır şoferləri var idi, arabaları o vəziyyətdə patlamada əzilib bükülmüşdü və artıq onların göz yaşlarına baxmaqdan gerçəkdən insanın içi acıyırdı. Ancaq İran rejimi belə bir vəziyyətə qoydu. Öz o cah tələbliği, öz o savaş niyyətli ideolojisi ilə, siyasəti ilə artıq hər kəsi, bütün İranda bugün əsir olan, İranda zülm altında olan millətləri həqqini, hüququnu, bütün varlıqlarını, hər şeyini ayaq altına alaraq belə canlarına da belə heç bir dəyər göstərməməkdədir. Bunun ardıca təbii ki, bütün dünya bunu gördü. Gördü ki, o Çindən gələn gəmilər gerçəkdən də o yanacaqları gətirirdi və İranın hədəfi də o yanacaqlardan yenə bəlli idi. Ardıca təbii ki, Amerika prezidenti Trump təhrimləri genişləndirdi, ambargoları genişləndirdi və İrana bu ambargolar yükləndikdən sonra baxırıq görürük ki, bu həftəki müzakirələr təkrar Rom şəhərində olacaqdı. İranlı heyət həm Amerika heyəti ilə görüşəcəkdi, həm Avropa Birliyindəki bir liderlərin neçəsi ilə bir görüşləri olacaqdı. Elə bu anlaşmalar üçün, bu anlaşmalar konusunda, ancaq bunların hamısı iptal olundu. Bundan öncə bilirsiniz, Cərusu da İrana gəldi. Yəni Cərusunun İrana istəyirmiş gələ, bir para bir şeyləri izləmək, incələmək söhbəti gedirdi. Ancaq İran Cərusunun da bu nüvə ürətdiyi yerləri izləməsini, incələməsini əngəlləməkdədirlər və bunların hamısı da bu şübhələri çoxaltmaqdadır ki, əcəba
İran ki bu qədər barışdan danışır, nələr gizlətir ki, dünyanın gözündən, hətta enerji atomunun rəisinin gözündən belə bunları gizli saxlamaqdadır. Bunlar təbii ki, Trump'ın gözündən qaçmayacaqdır. Bunlar təbii ki, dünya liderlərinin gözündən qaçmayacaqdır. Bunlar təbii ki, bütün dünya ittilatı və əmniyyəti servisləri bunları incələməkdədirlər. İran nə qədər gizlədəcəksə gizlətsin. Zaten öz başarısızlığından da belə patlamalar əl verdiyindən bunlar dünyaya bu yalanları üzə çıxmaqdadır. Trump təbii ki, üstəlik təhrimlər, ambargolar yüklədi. Ambargolar yüklənəndən sonra bu qədər ki, deyirdilər, müzakirələr çox qəşəng gedir. Mən özüm də düşünürdüm, əcəba deyirdim ki, bu müzakirələr harada qıfıllanacaqdır və qalacaqdır. Təxminim buydu ki, ilk başda getirirlər müzakirələrə, səlam kef əhval edirlər, gəlin barışaq filan behman, bu cür vəziyyətdə gedirlər. Ancaq təxəssüsü qonulara gəldiyində, indi gələcəklər, deyəcəklər, sən bunu ver, bunu al. Bunu ver, bunu aldığında da onda təxəssüsü timlər, qarşınazı timlər oturub danışdığında da onda gül-bülbül deyib eşitməklər yoxdur. Və bunu biz 3-cü həftədə bunun şahidi olduq. 3-cü həftəki müzakirələrdə ki, bunlar qarşınazı timlər geçdilər, oturdular, danışdılar, o müzakirələrin sonucu verimli olmamışdı. Həm İran tərəfindən, həm Amerika tərəfindən. Çünki İran göstərmək istəmirdi. Bu məkanları İran bu nüvə silahlarına görə bu uranyumun hamısını yurt dışına çıxarma istəmirdi. İran açıqlıq vermək istəmirdi bu şək konusunda, bu nüvə silahlar konusunda və çoxlu terroristi niyyətlərindən əl çəkmək, yəni bunları danmaqdaydı ələnən. Hizbullaha verən dəstəkləri danmaqdaydı, Həmasa verən dəstəkləri danmaqdaydı. Amerikanın əsas sorunlarından birisi budur ki, sən Husiləri niyə bəsləməkdəsən? Artıq bu bəsləməkdən əl çəkməlisən, çünki bunlar müstəqim olaraq Amerikanın ticari gəmilərini hədəf almaqdadırlar və bir də sənin muşəklərindən hədəf almaqdadırlar. Və İran bunları danmaqdaydı. Bu danmaqların sonucu təbii ki, o təhrimlərin çoxalmağı ilə İran da geri addım atmayınca bu müzakirələr bir yerdə dayandı. Qarşınazı müzakirələr dayandı. Dünən xəbərlər belə gəldilər ki, Abbas Əraqçı dedilər ki, belə bəhs edib ki, Amerikanın istəkləri bitmir. Amerika eləyə bilməz bizlə zor mövqəsindən danışa. Ancaq mənim sözüm budur, İranın yapacaq bir şeyi yoxdur. İran artıq o güc mövqəsində deyil ki, otursun Amerika ilə deyərlər payapay bir masanın içində payapay bir alverə imza atsın. İran təbii ki, çox verəcəkdir və onun qabağında da alacaqları da qısıtlı olacaqdır. O qısıtlıya da məncə razı gəlmək zorundadır. Müzakirələr deyildiyi kimi 2 ay sürəcəkdir. 2 ayın sabahları 4 həftəsi bitir. Nərdəysə bunun 1 ayı getdi. Trump'ın verdiyi sürə 2 aydır. 2 aya qədər ya İran oturacaqdır, ya hızlıca bu müzakirələrdə, bu barışlarda mövqəsindən geriyə oturacaqdır, razılaşacaqdır, dünyaya güvəni sağlayacaqdır ki, biz ona görə bir addımlar ataq. Yoxsa, tərsinə gedərsə, elə həm İsrailin önünü açıq qoyubdur, xas bir yerləri vurmaq üçün həm Amerikanın özü, mən deyirəm, o bombardımanlar ki, bombardıman uçaqları ki, gəliblər, yerləşiblər bölgədə, bunlar boşu-boşuna gəlməyiblər. Trump həm prezidentidir bugün Amerikanı, amma Trump Amerika prezidentindən öncə Trump dünyanın ən böyük tacirlərindən birisidir. Trump oraya gətirdiyi o silahların hər birinin zərrə-zərrə deyərlər, qıran-qıran onların hesabını getməkdədir. Boşuna mı o qədər milyardlar dolar sərmayəni yatırdıqdı oraya? Amma baxırıq görürük ki, qarşı tərəfdə Xameneyinin və İran rejiminin niyyəti daha fərqlidir. Xameneyi buna qarşı cavab verməkdədir. Xameneyi buna qarşı cavab verməkdədir ki, mən İmam Həsənin yolunu getməkdəyəm. Yəni İmam Həsənin yolunu getməkdə, yəni mən dünyanı aldatmaqdayam, bir dənə barış imzalayacağam, artıq Trump gedəcəkdir 4 il sonra, 4 il sonra başqa birisi gəlsə, mən təkrar bunları üzə çıxardıb və bu silahları, bu deyərlər, qəni olmuş uranyumu
çıxardıb və onlarla dünyaya qan utdurmağa çalışa bilərəm. Və bir şeydə yanılıbdır. Artıq bunun qarşısında oturan şəxs bu müzakirələrdə İranla danışan şəxs Biden deyil, Obama deyil. Trump səndən çox alacaqdır, az verəcəkdir. Bunu Xamenei başa düşməsi lazımdır və belə düşünürəm ki, əgərsə İran o müzakirə masasına təkrardan gəlib oturmazsa, gerçəkdən həm o maşa sistemi deyirlər yüklənəcəkdir, artıq aktiv olunacaqdır, ambargolar daha şiddətli. Çünki dünən ələnən Trump belə bir təhdid etdi, dünyada heç bir ölkə İrandan petrol, neft və petroşimi ürünləri almayacaqdır. Hətta bir zərrə söhbəti gedir. Heç bir şəkildə, yəni bu günə qədər Əraqa verirdi, qabağı bağlanırdı və çoxlu ölkələrə ki, İran qaçaq elətdirirdi, gizli vəziyyətdə bunları göndərtdirirdi. Bəzi ölkələrə bəzi bir toleranslar var idi, Amerika önünü açıq qoymuşdu bir ticarət ləzinə, bunlar önü bağlandı. Artıq həm oradan İrana bir kuruş, bir qram pul getməyəcəkdir, İran alver edə bilməyəcəkdir. Ardıca bu tərəfdən də bu bombardıman məsələsi, bu İrana olunan nizami hücum da öz qüvvətindədir və bir ayın sonrası nələr olacaqdır, məncə ona bugün Xamenei düşünməlidir və nə qərar verəcəksə, məncə onun yenə iki tərəfli də Siblidə qərar tapıbdır. Həm dediyində də içəridən vurulur, yox dediyində də dışarıdakı güc, dışarıdakı Amerika və İsrail təhdidi aradan qalxmamaqdadır. Baxacaq, izləyəcək, görək nə olar. Buyurun, söhbətlərimiz uzun oldu, siz devam edin. Mehdi bəy, buyurun. Bu məsələ bilirsiniz də, Cavad bəy də işarə elədi. Bu Housilərin bu günlərdə Yəməndə Peter Hegseth dedi, bu müdafiə nazirləri, mən təhlükəsizlik nazirləri dedim ki, söhbətlərində yanlış oldu. O bir məmulə bunlar indi rədiyabə eləyiblər. Xəlic Ədəndə, bilməyəm, Babul Məndəldə filan da bu Amerikanın bu navları ki, oradan rədd olurlar, keçirlər filan, başlayıb orada saldırmağa, bir tərəfdən də İsrailə saldırırlar. Ekspertlər ya Amerikada olan o qəzetləri adam oxuyanda Amerikanın bu davranışı ki, diplomatik ədəbiyyatı çox fərqli olub, amma bir yerdən İranınki çox da yumuşaq olub. Elə İran yenə də ümidvardır, yenə də barışıq gələcək, yenə də bir danışıq müsadə olacaq. Amma bu seri o tərəfdən fərqli baxış ortaya qoyulur. İndi bu anlaşılmanın pozulması, hətta əgər bir zaman olsa ki, indi gələcəkdə görəcəyik. Söhbət buradan gedir ki, burada kimdir, səbəb kimdir, müsəbbib kimdir? Yəni, əgər istəyib danışaq, İran rejimi Amerikanı hədələyib və söhbətlərində deyir ki, sən təhdid edirsən, bir tərəfdən də müzakirə belə olsa alınmaz. Amerikada deyir ki, sən Housilərə vaxt elə yardım edirsən və sən niyabəti qrupları yardım etməklə Ədəndə, bilməyən Babul Məndəldə başlayıbsan ki, dünya iqtisadiyyatına əngəl törədirsən, sən pozan sənsən. Yəni, əgər istəsən çox xırdalayan bu iki gündə olanları əsl səbəblərindən biri budur. Bir tərəfdən də Amerikanın özünün içərisində olan bir tədad, hətta mühafizəkarların içindədir ki, Amerikanın o yolladığı adam ona çox tənqidlər yuxarı olubdur və söhbət Trumpa öz yaxınlarındandır ki, sən həm Çində, həm də Rusiya ilə, həm də İranla bu adam ki, sən özünə yaxın görürsən, vitkafi göndərirsən ora, bu işin yiyəsi deyil. Sizcə nə qədər bu Amerikanın öz içində biz bu müzakirələrin dondurulmasından ya hətta əqəldə bu dedə çox dayandırılmasından söhbət eləsək, nə qədər Amerikanın öz içindən qaynaqlanır bu məsələ və ya nə qədərində biz bunu İran rejiminin bu Housilərdən himayətindən əl çəkməməzliyinə dəxil görə bilirik, yəni ya səbəb İranın Housilərdən himayəti. Siz necə baxıyorsunuz? Buyurun, eşidək sizdən. Hər vaxtınız xeyirli uğurlu olsun. Sözün düzü, burada əsas məsələ İranın öz vətəndaşları ilə səmimi olmamasıdır. Yoxsa
İran bir normal ölkə olsaydı, onun da haqqı var idi özünü donata, mücəhəz eləyə, birinin də haqqı yoxdur ki, deyə, məsələn, sən niyə hansısa silahı əldə edibsən. Çünki deyənlər özləri o silahın daha güclüsünü depolarında, ambarlarında saxlayırlar. Yalnız İranın xətası hardadır? Birdən əli boş ola-ola qalxır deyir ki, hansısa ölkəni istəyirəm xəritə üzərindən məhv eləyəm. Ondan sonra burada o Şii hilalı mən yaratmalıyam. Gedirəm bu keçmişdəki imperatorluğumu, onda o arxa Bastan generalların elə bil dilicək, ədəbiyyatıyacaq deyirlər. Gedirik Aralıq dənizinə çataq biz. Bir də Xamənəşinin o zaman olduğu yerlərə biz də gedək sancağımızı və bayrağımızı orada tikə və dalğalandıraq. Bu işləri gördüyünə görə də gücü də çatmır. O dediyini tuta filan. Yoxsa o biz qarşı tərəflər də binoy zor deyirlər. Ki, mən gərək baxam ona sənin nəyin vardı, nəyin yoxdur. Özü ondan daha güclüsündə saxlayıb orada. Amma məsələ buradadır ki, İran normal bir ölkə deyil. Məsələn, bir tərəfdən bu məhsulların özləri ya uşaqları gəmilərlə ticarət edirlər. $1 milyon, milyard dollarlıq. Millət də gecəsini yeməyinə, biyiddə möhtac qalıbdır. Ona millətə deyək ki, gedin siz dirənə müqavimət edin. Mən bu şəkildə danışacağım, amma bədəlini sən ödəməlisən. Bu dolaşır məsələ. Yoxsa o birisi qarşı tərəf əslində onlar da zor deyirlər. Bir məsəl vardı, Amerika ilə düşmançılıq eləməyin təhlükəsi var, xətəri vardır. Dostluq eləməyin daha böyük xətəri vardır. Belə bir söhbət də var. Amma işi bu nöqtəyə məsələn gətirib çatdırmaya bilərdilər. Təbiətən imtiyaz verməklə, puan verməklə, az imtiyaz, az puanla bir müddət anlaşa bilərdilər. Normal 200-ə yaxın ölkə vardır. Onun mütəvəssitləri ilə, o ortalama səviyyədə gedənləri ilə də İran da edə bilərdi, hərəkət edə, amma da ox yaydan çıxıbdır, biraz çətinləşibdir. Möhtəmələn bu arada bu son danışıqları qarışdıran Avropa da ola bilər. Avropa çox rolu yoxdur meydanda, onlar da pay istəyirlər hər halda. Onlar da, yəni bunlar heç biri insanların alagözünə aşıq deyil ki, burada sıra bizdədir, yəni bizim alagözümüzə aşıq deyirlər. Onlar da öz mənfəətlərini dalayacaqdılar, gəlirlər, görürlər ki, bu sofradan nə götürəcəklər. Necə ki, Əraqda elə oldu. Məsələn, bəlkə bizim üçün, bizim əziz izləyicilərimiz üçün hamıya da olmasa bir iddiyə maraqlı ola bilər. Əraq savaşında 2 yol orada həmlə elədi, sonra da Səddamı orada yıxdılar sonunda. Məsələn, Suedin o səltənəti ailəsinin payı var. Onlar da o şəkildə sustururlar, paylarını verirlər. İndi bir proje ilə bundan sonra, bir mənfəət ilə filanla. O dərəcədir. Amma onlar da üçün Amerika qədər gücləri yoxdur filan da çox gözə gəlmirlər. Amma paylarını, səhmlərini öz qədərləri götürürlər. Amma Amerika güclüdür, ona çəkinmir də, orada at oynadır meydanda, gəlir orada bayrağını sancır və durur nəft quyularının başında çəkir aparır. Məsələ budur. Amma indi biz bir gerçək tabloyu görürük. Bir rejim vardır, Cumhur-İslami kimin milləti ilə sadiq deyil. Çünki sadiq olsaydı, elə bu hökumətin qurulduğunun ilk o illərindəki kimi vətəndaş onun arxasında durardı. Sonra buna rahat-rahatda batışmaq olmazdı. Millətcə dirənərdə müqavimət edərdilər. İranın dərdi Amerikadan çox öz millətidir, millət arxasında deyil. Allahdan istəyirlər ki, gedə. Görürsünüz ki, hətta bəziləri vardır, məsələn biz bu televizyonda onları demirik. Biz qarşıyıq o cür fikirlərə. Amma utanmadan çağırırlar. Gəlin, məsələn, İranı siz raket ilə, muşa ilə, bombla vurun, bunları dağıdın, ondan sonra bizə demokrasi gəlsin. Bu, özəlliklə fars opozisyon filan danışırlar. Biz dedik ki, biz belə şeylərə qarşıyıq, birini dəvət eləmərək ki, gəl filan yerə bombu vur, biz qurtaraq. Bizim ürcəmiz olsa, özümüzü qurtararıq. Bu şəkildə də mübarizəmizə, mücadiləmizə davam edərik. Uzun sürə bilər, amma bu mübarizəmiz millidir, mədənidir və haqqımızı almağa elə bu məqbuldur. Amma ara qarışda məhzəb isə təbiətən biz də özümüzə çara qılmalıyıq. Nəysə. İndi bir düşünürlər ki, bir sofra vardır burada, İran adlanan ölkədə, ondan necə pay götürək. Keçmişdə 5+1 məsələn danışıqlarında, müzakirətində, orada Avropalılar da özlərini bir mutlu hiss edirdilər ki, meydanda vardılar. Bu səfər onlardan xəbər yoxdur. Trump kimi bir şəxs gəlib prezident olubdur, deyir, özüm danışacağım. Hərdən də orada İsraili susturur, ya onu danlayır, nəsiyyət edir, ya deyir ki, məsələn, əndişə etmə, nigaran olma, səni də dəstəkləyərək qoruyarıq, amma mən danışmalıyam deyir. Özü danışır və bir şeylər də əldə edildi.
ilk növbədə elə İranın bazarında, piyasasında da etkisini göstərdi ki, dolar məsələn 100-ü aşırdı filan, döndü, üzü aşağı gəldi və durubdu indi 80-in filanın civarında. Bu mənada çox da umudsuz olmayaq. İndi birdən biriləri deyirlər ki, sən indi Cumhur İslamının yıxılmasından mı nigaransan filan? Mənim dərdim hakimiyyətlər filanlar deyildir. Millətin incib-incimeməsidir. Bilsəydik ki, yəni %100 arxayın olsaydıq ki, hə, çox rahat elə əlimizlə götürüb qoyacaq, bu gedəcək, o gələcək, o qazanacaq, tərtəmiz birinin burnundan qan axmayacaq, onda adam rahat danışardı. Amma burada elə məsələ deyildir. Yəni, orada uçaq daşıyan gəmilər, uçaq gəmiləri, ondan sonra dənizaltılar, nə bilim, B2-dən, B52-dən onlar, Allah göstərməsindir, şoxumlarlar yeri. Baxmayacaq ki, ağına bozuna filan dağıdacaq. Heç mümkündür, Azərbaycanın bizim bölgəmizə də çox da toxunmuyorlar, az olar. Əsas üçün bu Tehranın siyasətləri ilə, o rəsmi siyasəti ilə burada biz şans gətirmişiz. Bu sənayeləri aparıb ayrı yerdə çox. Oralardadır, bildiyimiz əlbəttə. Çox yerdə bilmirik. Oralardadır, amma yenə də orada insan yaşayır. Orada məzlum deyək, məsum deyək, normal insan yaşayır. Biz birinin burnunun qanın axmasına qarşı razı deyilik, elə olar. O da deyir ki, inşallah bunlar anlaşarlar və bir şəkildə bir-birinə bir puandan filandan. Gerçi sizin dediyiniz kimi o əsas puanı da Amerika çəkib sormaq istəyir, almaq istəyir. Onu da İran bax görəcək ki, çox ağırdır. Bir yerə qədər dirənəcək. Təbiətən ilk başda verməyəcəkdir. Amma görsə ki, tac da əldən gedir, əmmamə də əldən gedir, taxt da əldən gedir, təbiətən o imtiyazları da verəcək. Yəni, 80-dan yaşlı deyək ki, qalım, tamam. Mənə bir şəkildə mümkündür, xahiş edək ki, bunun o əgəmənliyi qoruna, hakimiyyəti qoruna, ondan sonra qalan imtiyazları da belə. Zaten ədəbiyyatlarına baxdığımızda son zamanlarda görürsünüz nə qədər yumuşaq danışırlar. Amerikan bayrağını ayaq altından götürdülər, ondan sonra Quds günü sanıram ölüm olsun Amerika filan da demədilər, ya desəylə deyirlər deməyin, sadəcə İsraili deyin. Ondan sonra da deyirlər ki, tamam buyurun gəlin, istəyirsiniz sərmayə gətirəsiniz, buyurun sərmayə gətirin. Bu özü böyük bir mesajdır. Dünənə kimi deyirlər ki, Amerikaya mal heç gəlməsin, məsələn İrana. Amerikaya maşın alınmasın. İndi sərmayə gətirirsən, gətir, qapı açıqdır üzünə. Sonra deyirlər ki, istəyirsən gələsən, təftiş edəyəsən, bazirəsi edəsən, buyur gəl. O da deyir ki, hə istəyirəm gələm, amma da onlar deyil. Hamısını istəyirəm gələm görəm. Bütün o saxlovlar, padıqanlar, qışdalar, onları da istəyirəm gələm. Baxam üçün mümkündür orada sən bu təsisatı qurmuş olasan. İndi İran da nə edibdir, gətirib bəzi tarixi yerlərin altında bir şeylər görürsünüz ki, təsislər filanla qrupdur. Onlar da açığa çıxıbdır, əşkara çıxıbdır. Daha bilənlər də əl çəkməyəcəklər. Bu işin də xasiyyəti budur ki, görürsünüz, gəldikcə gələcəklər. Burası da vardır. İndi, biz tutaq ki, İranın, Tehranın bu siyasətlərindən inciyən adamlar deyilik, əslən biz oralı deyilik, uzaqdan baxırıq, Marsdan, Merrixdən filandan baxırıq. Görürük ki, bir dənə ölkə vardır, adı İrandır, o yanda da, nə bilim, Amerikada, İsraildə filandır, bu, belə bir ilişkilər vardır. Bu dar açıdan və pəncərədən baxdığımızda görəcək ki, İran məzlum qalıb burada. Amma bu bizi deyək ki, yahatmasın, karıxdırmasın. İran özü də çox bölgəni qarışdırandır. Gəlirəm sizin sözünüzə ki, ağır sərmayə qoyubdur bölgəni qarışdırmağa bu səfər. Bu müvəqqəti ki, baxırıq görürük nə qədər məzlum qalıbdır. Bu özü nə qədər bölgədə böyük xəsarətlərə yol açıbdır. Bu söhbətiniz maraqlıdır. Buradan mən bir-iki cümlədə söhbət edeyim də bərabər apar-yox verilişim. Gözəl ifadə işlətdirən söhbətiniz mən təyidində deyəm. Bu ki, İran 7 oktobrda Haması müsəlləh eləyir, Hamasa nəşə verir, tərk verir və bütün niyabəti qrupların əksəriyyəti maliyyələşdirir. Bu millət ki, İranda yaşayır, onların cibindən Azərbaycanlıların mədeninin vətənimizi talan edirlər, aparır xərcli terrorizmə və Hamas kimi bir qrupu müsəlləh edir və Hamas gedir bir dənə festi, görürsünüz, Türkiyədə ədəbiyyatı ilə belə bası, ya oranı qətliam, sonra təcavüz. Ondan sonra İran rejimi Hamasın hər tür, ya necə desək, hər ünvanda barışığın, ya danışığın hətta həm o Məhmud Abbas ilə,
həm də İsraillə, həm də Amerika ilə bu mübadilə giroqanlar, bu alver eləyərlər, giroqanları, tutuqlananları alver eləyərlər, ya bir danışıq ola, atəşbəs ola, ya atəşkəs ola, onun qabağında əngəl olur. Amma bu adam, bu hakimiyyət, yəni Seyid Əli Xamenei, elə ki, Amerikanın gücü başının üstündə olur və Amerika deyir ki, ya Trump deyir ki, masa başında gələcəksən məsələni həll edəcək, yoxsa mən atomi təsisatı bombardıman eləyəcəyəm və təhrimləri artıq eləyəcəyəm. Özü gedir, oturur orada müzakirə eləyir. Yəni, o insanlar ki, bu günləri mən dönə-dönə bu verilişlərdə söhbət eləmişəm ki, İsrailin tərəfindən, ya İsrail deyəndə bugünkü dövlətin tərəfindən, ya nələr baş verir, o insani faciədən mən söhbət eləyəm. O savaşın zirqəsini vuran və onu əlolandıran İran rejimidir. Bu günləri İran rejimi özü gedir, Amerika ilə oturur masa başında danışır. Özü də o Trumpla ki, deyildi, Qasım Süleymanını öldürən adamla danışan adam şərəfsizdir. Yəni, Xamenei nə sözüdür? Ma indolət müzakirəni mi qoyun? Hətta əvvəl ba indolət. Yəni, mən deyildi, Trumpla heç danışmarım. Bəs buradadır ki, əgər Şiə, İsna Əşəri ya İslam-ı Nav-ı Məhəmmədini bu mollalar istəyirlər, qabağa aparırlar və söhbətləri qırnaq arası deyib şuarlarında var idi. Siz o Qəzzədə olan o fəlakəti, insani fəlakəti ki, Qəzzənin öz əhalisi, orada yaşayanlar, öz yerliləri günlərdir, həftələrdir təzahürat edirlər, deyirlər ki, Həmas bizim başımıza bəlanı yazır. Ya Məhmud Əbbas, təşkilat Xodgərdanın başında olan Filistin dövləti, o qəyti dedi, üzr istəyəm, eyni bu ifadəni işlətdi. Dedi, bilməyəm, itin balaları, Həmasa dedi, verin bu giroqanları, bu mərdumu belə zəcr verməyin, bu işi görməyin. Nəzir olur, İran rejimi Qəzzədən deyil, mən himayət eləyəm və Qəzzə bizim Rahil Qodsəs, Kərbəla, Miqozərətdən tut da o şüvarlar ki, əvvəl inqilabın əvvəllərində verirdilər. Gəldi iş yetişib bir yerə ki, özü gedir, öz simgəsi Sərdarı İranı, Qasım Süleymanı, baş terroristin qatili ilə oturur, danışır, söhbət edir və çox da yumuşalıb, nərmiş qəhrəmananı adlandırır. Amma o Qəzzədə olan o olaylar, hadisələr, o faciə insanı ki, bunları dünyanı titrək, yəni insanlar narahat olur. Bunu sən niyə qoymuysan orada barış geçsin? Niyə sən Məhmud Əbbas'ın məsələ? Bağışlayın, bu çox qısa bir şey deyim. Dediniz ki, Farsda dediniz o Qudsun yolu Kərbəladan keçir. O zaman da İran Əraqla savaşır, hələ ilk illəridir. Məsələn, Əhməd Pəvəsliyan kimi şəxslərdə, başqaları da vardır da. Bunlar gedirlər Suriyədən, savaş açsınlar İsrailə qarşı filan. Sonra bu xəbər çatır Ruhullah Xumeyniyə ki, orada rəhbərdir filandır. Deyir, bizim orada gedirsiniz, bu işləri görürsünüz. Birdən Suriyə desə ki, sizin nə işiniz var burada? Abrımız ilə misal da vurur. Deyir ki, İsfahanda harada bir oğul getmişdi, bir tükanı asırdı. Bir nəfər yoldan keçən qonşu gəlir ondan savaşır. Ki, qonşusunun tükanını qorusun da, oğlunu məsələn qovalasın filan. Tükan yiyəsi yetişir, ondan sonra nədir, deyir ki, savaş deyib, o ki, duanla savaşın. Tükan yiyəsi, bunlara deyir, çıxın ki, duanla savaşın. Deyir, Suriyəlilər belə deyirlər, abrımız gelər, ha. Onlara deyin, gəlsin, deyin ki, Qodsun yolu Kərbəladan keçir. Əvvəl Kərbəlanı yalaq, sonra Qods. Yəni, öz savaşımıza başımızı qalıyaq, o mənada deyibdir. Amma həmin siyasət, elə o tipdə adamlar, bir dəsi getdi, ya da öldülər, ondan sonra gəlir, əsir oldular filan, o fikir qaldı. Ki, buraxıbdır, əsas məsələsini, dərdini buraxıbdır. Öz vətəndaşının qarnı hələ acdır, amma onun boğazından kəsir, milyardlar doları aparır orada topa, gülləyə, mərmiyə, füzə, raket, ondan bomb filan, şimyai maddə, qeyri-şimyai maddə bunlar da xərcləyirlər. Biriləri fəqət İran deyil bu şükür. Mehdi bəy, bir ölkəni təmsil eləyən bir dövlətə xərcləmək ki, onu bir çətiyə, bir qrupa xərcləyir ki, bu günləri Qəzzədə yaşayan insanlar deyir ki, Həmas bizi təmsil etmir və bu faciə ki, yaranıbdır, bu insanı soyqırım, bu faciə ki, yaranıbdır. Dövlətdə tövcihi yoxdur ki, niyə gələn millətin boğazından kəsəsən, aparasan orada, deyərsən, mən burada bir savaş meydanı açmışam, ondan, nə bilim, Lübnanda, Filistində, Yəməndə, Əfqanistanda, Venezuelada, o tərəfdə, bu tərəfdə, elə yerlərdə vardır ki, məsələn, hələ çox adları deyilmir. Heç tövcihi, yəni, bunu biz yasalaya bilmirik. Xeyri yoxdur. Məsələn, gedə deyək ki, bir yerdə bağışlayın, su quyusu qazıram, çox bağışlayın.
deyəm ki, bir yerdə deyək ki, burada məsələn Afrikada su quyusu qazıram ki, millət orada içsin, yenə də nuş olsun. O eybi yoxdur, eyvallah, ali. Mən hazıram ki, əslən deyəm ki, mən bir bardağa su içsin, belə onlara çatsın da, insandır su içsin. Amma harada diyor, Mərakeş tərəfində filan da, Morokoda, orada belə o müxaliflərlə görürsən işbirlik gedir, onlara da bir şeylər çatdırır ki, o da gəldi İran əleyhinə orada davrandılar filan dedilər. Odur, bu siyasətdir ki, bahis olur, savunmaq olmur. Tutaq ki, deyəm, biz elə İrandan elə bil ki, heç əslən sorunumuz yoxdur, heç o da bizi incitməyibdir, heç bizi məhv etmək də istəmir. Elə hər şey də alidir. Elə tutaq belədir. Amma baxırsan, görürsən ki, savunacaq bir şey qalmayıbdır ortada. O qədər hər yerə barmaq qoyubdur, oranı xaraba qoyub və içəridə də millətin cibinə girir. Yəni, bir oğru, bir dənə sistem qurublar burada. Demirəm, amma salamat adam yoxdur, vardır, istisna qalıbdır. Çoxunluq olubdur, belə oğru olublar. Bu üzücüdür. Halbuki, məsələn, 30 il, 40 il bundan qabaq bu qədər deyildi. İndi utanmadan oğurluq eləyirlər. Onda bəlkə, məsələn, utanırdılar, qəbahəti vardı filandı. Və onlar da siyasət təyin edirlər. Məsələn, Şəmxani bunların başda gedənidir, Qalibovdur, hakəza, nə bilim, vilayətidir, buna taylardılar, mərəşilərdirlər və siyasətdə bir çoxun adını biz bilmədiyimiz insanlardılar. Biz bunları görürük xəbərlərdə, adını heç təkrarlayırıq. Ələmül-Hudadır, Ələmül-Hudanın nə dərdi vardır? Orada imperatorluğun qrupdur, dəstur verir ki, bu halaldır, o haramdır, sən oynama, sən musiqi dinləmə, sən get savaş orada, özün get savaş. Get qabaqda savaş, biz baxaq görə necə bir şeymiş, acaba xoşdur. Özün niyə getmirsən? Bir dənə bir kiçik xatirə deyil, sözü tapışdı, bağışlayın biraz məsələ, mən qızışdı. İki dənə ayrı-ayrı yerdən qoşulurlar bunlar birə. Bir dənə xatirə vardı ki, Rəfsəncanı deyir ki, filan vaxtda mən filan əməliyyatın dəsturunu verdim. O əməliyyatda bollu cavan gedib ölübdür, güdaza gedibdir. Bir ayrı yerdə bir xatirəsi vardır, həmin tarixə düşür. Deyir ki, mən məsələn bir dənə də işim vardı, gördüm, oğlum Yasirlə getdim məsələn, nə bilim, Soniya, Cəqqozya, istəxrə. Budur. Sonra, ona tayda bu çox belə yüngül bir şeydir ya, bunu dedim. Deyirlər ki, sənin oğlun məsələn Mövsün gedir Belçikdə, Kanadada birində lisans, birində yüksək lisans oxuyur, deyir, biləxərə ölkəyə mühəndis lazımdır. Və həmin zaman 100 minlərcə gənc cibhədə yaralıdan, paralıdan, ondan sonra ölüdən, şəhiddən filan olurdu. Bu mövzu buradadır. İndi həmin tipdə adamlar yine davam edirlər, utanmadan, çəkinmədən meydandadırlar. Ona deyirlər ki, biz də məzlumuq. Zahirə baxanda məzlumdur, amma əslində baxanda özləri də o qədər zülm eləyiblər, daha difa eləməyə yer yoxdur. Amma yine də son sözümüz, biz bütün insanlara barış istəyirik, özümüzə də barış istəyirik. Biz də batmaq istəmirik, məhv olmaq istəmirik. Bunların bu siyasəti bizi məhv edirsə, bizim də haqqımızdır, özümüzü qoruyaq, yaxamızı bunların əlindən qurtaraq. O mənada biz haqq tapırıq, haqq qazanırıq. Buyurun. Doğrudur, Mehdi bəy. İttifaqın da sizin söhbətinizin qüvvətində o suitəfahım yaranmasın. Dövlət dediyim məşhur bir dövlətdən söhbət gedir ki, məşhuriyyəti vardır. Necə ki, məsələn, Şimalda milli dövlətimiz Azərbaycan dövləti istədiyi ölkədən silah alır. Hətta əgər çətin durumda, ağır durumda da olsa millət o vətən bahasına çalışır ki, iqtisadiyyatında əgər sıxıntı da olsa, torpaqları azad etmək üçün xəzinələri nizami eləsin, xəzinə yatırım yatırsın, eləyə bilsin ki, torpaqların alsın. Biz bir hakimiyyətdən, bir rejimdən söhbət eləmiyoruz İran rejimi kimi ki, bir yerdə ki, məşruiyyəti yoxdur, məsələn, Suriyə hakimiyyətin və qəlluqəm edibdi, 7-8 il insanları qəlluqəm eləmişdi, 1 milyon insan oradan avarı olmuşdu, yarım milyon insan orada qırılmışdı. Belə ki, nə dəyərinin təzə Reutersin xəbərlərindən çıxıbdı, yeni sənədlər ifşa olunub ki, bu İran rejimi çalışırmış ki, orada bu dövləti yenidən ehya etsin və yatırımlar yatırsın, özünə bazə yarasın. Siyasi bazə, nizami bazə. Amma bu da tüstü oldu, getdi güya. Bəs burada çox belə aydındır bizim məxsusən açımızdan, biz güneylilərin açısından ki, bizim nə qədər zinət bu hakimiyyətin quruluşuğunda, nə qədər bu hakimiyyət millətdən oy alır, ya sandıq başına gedən insanların əksəriyyəti İran rejiminin bu xarici siyasətini yürüdənlər və Cumhurbaşqanı olsun, vilayəti fəqihdir ki, başladı, özü istədiğin ili zinəvdir millət. Millətin vaxtı sözünə baxmır, millət üst çev çeviribdir. Məsələn, heç mənim yadımdan çıxmaz, bunun Azərbaycanlılara ya Bəluslara, Kürdlərə dəxli yoxdur, ya başqa etniklərə, qeyri-fars millətlərinə. Heç vaxt yadımdan çıxmaz, bu Yaşıl hərəkatından da sonra şüarlar var idi və 2-3 dənə də İranda mərkəzdə hərəkət oldu, mərkəz meyvəli bir hərəkətdən mən söhbət edirəm. Məyər ola bilər bir millət
şuarında deyək ki, Obama ya ona ya bana, Obama ya rejimlənsən ya bizlənsən. Yəni biz bir hakimiyyətdən, rejimdən söhbət ediyoruz ki, içəridən milləti o qədər sıxıb suyun çıxardıqdır ki, millət deyir ki, mənim başıma hər nə gəlsin, fəqət bu hakimiyyət geçsin. Yəni milləti qınamaq olmuyor bəzən. Yəni burada əxlaqiyyat düzdür, rol oynayır, siyasət rol oynayır, məntiq, hökm eləyir. Amma bəzən o real vəziyyət, o realitə millətin içində taksi şoferlərindən bir tədadları İranda, Tehranda İnqilabla Azadi xiyabanında get-gəldə bir dənə mühəqqqiq gedib təhqiq eləmişdir. Hər taksiyə minəydim, təhqiq edirdim, deyəm ki, sual verilmiş bu misafirlərə və taksi şoferi özü bu işi görülmüş. Deyirmiş ki, nə cürdür biz İrana həmlə olsa mövzə öz nədir, millət gələn dedi, vallahi elə keşkə vursun biz rahatlaşaq. Bu vəziyyəti yaradan kimdir ki, milləti belə müstəhsəl edir, belə istihsala çəkir. Millət ələn 46 ildir, Azərbaycanlılar 6 dənə, 7 dənə 15 xiyabanlarda ayaqlanıblar, şuar veriblər, ana dili istəyir, məişət istəyir, işçilər işsizdir, bilməyəm, fəqr, fisad, fəhşa, qüreyb caməni, ekoloji məsələsi, çevrə məsələsi. Bir tərəfdən də elə ümumi İranda bir fəza yaranıbdır ki, hakimiyyət çalışır ki, millətdən qıraqda özü mənafiyin üstündə birdən Amerika ilə alver eləsin. Yəni elə təhrimdə olsa, bunlar bundan müntəfi olacaqlar. Necə ki, Kasıbana təhrim deyildilər. Şənfanın oğlunun, siz dediniz, bunun sənədləri çıxdı ki, bu necə nöt alver edir. Ya bir tərəfdən əgər barış olmayan, bu heyət-i hakimiyyətdir ki, müntəfi olur. Yəni budur ki, çörək qazanır, budur ki, ciblərini doldururlar, xavəri kimi çıxırlar eşiyə. Sağat bəy, biz söhbət elədik Mehdi bəylə sonra, bilməyəm, zamanımız da vardı, 5-6 dəqiqədə eşidək sizdən ki, nəhayətdə bu barışıqların sonucu nəticəsi ya bu danışıqların, barışıqlar da deyəndə, məncə bu çox belə həzinəbər olacaq. İran rejiminin o qədər zəf mövzəyindən giribdir bu danışıqlara ki, əl-qolu bağlıdır və Amerika istədiğin təhmil etmək qabiliyyəti vardır. Bir tərəfdən də Mehdi bəy söhbətlərində var idi ki, Fransa bu günlər dünəndən bir nərdələrlə lap yeni xəbər ediyordu. Fransanın Xarici İşlər Nazirliyi da deyirdi ki, İran rejimi gərəkdir ki, bu mekanizmi maaşa faal olacaq. Bir tərəfdən də deyirdi ki, biz ajansı, bu nüvə ajansının başında olan, enerji həssinin başında olan bütün qarşınaşlar gələcəklər, İranın zir-zəvərin gəzəcəklər və bu yeraltı, yerüstü hər yerdə bunun hər nəyi vardır. Gərəkdir ki, bizim orada təsəllütümüz olsun. Bəhs buradadır ki, indi Avropa əgər bu müzakirələrdən eşikdə qalmışdır, günləri görüyor ki, Amerika ilə Avropa ikisi birlikdə bu məsələyə həssasiyyət göstərirlər ki, İran bitər, üzür gərəkdir ki, həm bu atom bombasının bu sodasından əl çəkir, həm də bir tərəfdən bir mütəarif bir hakimiyyət kimi məntəqədə hökumət edir. Amma məncə bu ittifaq düşməyəcək. O yüzden ki, Mehdi bəy söhbətlərində dedilər, hətta bir hakimiyyət içəridə problemlər üzbəyüzdür. Bunu xarici siyasəti heç vaxt, heç zaman eləyə bilməz ki, millətin mənafiyi uğrunda olsun, ya öz gəlirlərini eləyə bilsin, qorusun. Heyət hakimi eləyə bilər, öz gəlirlərini qoruyar, öz mənafiyini qoruyar, amma millətin mənafiyini yox. Sizcə bu danışıqlar ki, ələn dondurulubdur, ələn də söhbət çoxdur, təhdid çoxdur, təhrim də çoxalacaq, belə ki, məlum olun, Trump da dəstur veribdir ki, söz veribdir ki, bütün bu şirkətlər ki, İrandan nöt alırlar, petroşimin məhsullarının, ya petroşimdən hasıl olan məhsulları alırlar, təhrim olunmalıdırlar. Bu durum sizə hakimiyyəti hara apara bilər? Elə sizin fikrinizlə ölçəşək verilişimiz yekunlaşdıraq. Buyurun. Çox sağ olun. Tam doğru dediniz. Məhdi bəy, biz bu günləri İran adlanan coğrafiyada həm bir istibdadla, diktatorluqla, həm bir işğal rejimi ilə, həm də tam bir fırıldaqçı, yalancı bir rejimlə tərəf hesabı. Baxın, indi masada oturacaqlar, danışacaqlar, ancaq belə bir rejimin içəridə olan millətlərin arasında heç bir məşruiyyəti yoxdur. Yəni, bugün içəridə elə bir titrəşim içindədir ki, bu hər ləhzə içərinin içində bir elə Bəndər Əbbas kimi bir patlama bu səfər millətin üsyanı ilə baş verə bilər və bu rejim yerindən tarixin zibil qapısına məncə atıla bilər. İkinci tərəfdən baxdığımızda, baxın, dünyada Trump gəldiyində bu 100 günün içində bir ticari savaş başlatmaqla
biraz rahatsızlıq verdi Avrupaya, başqa ölkələrə. Bilirsiniz, son zamanlar Trump bu tərifələri də götürdü yenə. Həm Avropanın üzərindən, həm mesela Kanada üzərindən, hətta Çinin üzərindən belə o bəzi tərifələri götürdü. Çünki bunlar dedi, həm Amerikanın iqtisadına indilik zərər verir, həm də elə bunların götürülməsi ilə təbii ki, ortaq bir yol bulub və ortaq bir siyasət izləməkdədirlər. Mən belə düşünürəm ki, özəlliklə Orta Doğu qonusunda bugün biz baxırıq ki, elə həmən Fransanın özü, həmən Avropa Birliyinin özü səhv edir. Yəni bu ləfsi səhv edir. Tərifələri qaldırmaq, yəni tərifələri çoxaltdı, tərifə bağladı qonqoşdakı o məhsullar ki, Çindən ya Avropadan gəlir, artıq tərifə vermək zorunda qalırlar. Məsələn, 100%, 70%, bilməm 100% belə oldu. Yox, Məhbub bəy, o tərifələri qoydu, %70, ona zaman vermişdi, işlə başlatdı, amma ondan sonra bu tərifələri bütün ölkələr üçün yeni gələn tərifələri təkrardan qaldırdı. Hətta Çinin özündə 130-140% tərifə yükləmişdi. Bu 2 gün, 3 günün bundan qabağın xəbəridir ki, o tərifələr hələlik askıya alındı, qaldırıldı da deməyək, icra olunmayacaqdır. Hələlik icra olunmayacaqdır və məncə bu da o amillərdən birisi oldu ki, gənə Avropa Birliyi, Fransa və başqa ölkələrdə Amerika ilə ortaq bir yolda hərəkət etsinlər. Özəlliklə İran terror rejiminin qonusunda belə bir ortaq yol xəritəsi izləsinlər. Məncə İranın sonu məlumdur. Bu özəlliklə bu rejimin sonu məlumdur. Bu rejim çöküşə getməyə məhkumdur və İranın da sonu bundan sonra orada olan millətlərin istəyi ilə, iradəsi ilədir ki, nə olacağı bəlli olacaqdır. Mən bu söhbətlərdən çıxmaq istəyirəm. Son 1-2 dəqiqədir. Məhbub bəy, xəbərlərə baxırdım, elə başlaya deyərlər biz vətən sevdalısı olduğumuz üçün, traktor da bizə milli takım olduğu üçün eləyə bilmirik uzaq gəzək. Elə danışa bu xəbərlərə də baxırdım. Muştuluğu elə sizə də verim. Bu nəticə davam edərsə, traktor Azərbaycan derbisini 3 qolla öndədir. Traktor bu nəticə ilə və qarşı tərəfdə də ikinci timi ki təqib eləyir, İspahanın digər timi, bu Sipahan timi də bir qol rəqibindən geridədir indi. Birinci yarı bitib, ilk yarı bitibdir. Nəticə beləsi sona çatarsa, traktor bugün şampiyonluq şənliyini Azərbaycanın bütün yerlərində şahid olacaqdır. Həqiqətən milli şüarlarımızı da millətimizdən hər zaman kimi bəkliyor və oradadır. Millətimiz bayraq əldə, o milli şüarlarla, milli istəklərlə kəsinliklə bu günləri xiyabanları bütün Azərbaycanın kəndlərində, şəhərlərində belə doldurmalarını arzu edirəm. Bilirəm ki, o işi görəcəklər. Gözəl görüntülər dünya ilə paylaşmaq istəyirik. Bugün Azərbaycandan əgər qəhrəmanlıq gəlirsə, hətta gəlməzsə də digər oyunda gələcəkdir. Amma bir gün millətimizdən şənlik istəyirik. Bu acıları Cumhur İslamiyə pay veririk. Onlar getsinlər özləri ilə, baxaq görək dünya ilə nə cür çənə vuracaqdılar və sonları da dedik nə olacaqdır. Gözəl gələcəklər millətimizi gözləyir. Çox sağ olun, buyurun. Sağ olun, həmvətənlərimiz. Bugünkü verilişimiz də burada başa çatdı. Hələlik.